Pasiyentimizin tiroid vəznində 2 düyünü vardı. Sağ payda 14 millik bir düyündən az öncə biopsiya işləmini həyata keçirdik. İndi hal-hazırda sol payda 12 mm ölçüsündə hiperechoik, kənarı incə hipoechoik halolu solid bir düyünümüz var. Həmin düyündən hal-hazırda histoloji müayinəmizi həyata keçirəcəyik, biopsiya nümunəsi götürəcəyik. Hal-hazırda düyünün içindəyik. Histoloji müayinəmizi həyata keçirdirik. İğnənin uzunu görürük. Periferiyadan və santral hissədən nümunələr götürürük. Həm düyünün kənarından, həm də mərkəzindən. Düyünün tərkibini aşkarlamaqdan ötürü xoş xassəli yoxsa bəd xassəli olmasını bilməyimizdən ötürü biopsiya müayinəsi qızıl standartımızdır. Tiroid biopsiyası prosesini yekunlaşdırdıq. Pasiyentimizin tiroid vəzinin həm sağ payından, həm də sol payından histoloji müayinə həyata keçirdik. Patostoloji müayinənin cavabına əsasən pasiyentimizin müalicəsi təyin olunacaq.